Uşaqlar, deməli 169-dan izah edəcəm sizə. Bizdə burada nə deyir? Bir baxaq suala. Düzbucaqlı, üçbucağın hipotenuzu 15-dir. Bir dənə düzbucaqlı, üçbucaq çəkirik. Katetlərdən biri 12-dir. 225-dən çıxıram 144-ü, elə 81 verir 9 demək. Sayısını tap deyir. Katetləri vuruq bir-birinə, bölürük 2. 12 vur 9 bölünsün 2. Keçək növbəti sualımıza. Bura baxaq. Mənə verib ki, A-Y, Y-B-yə bərabərdir. Onda mən buradan, bax bir dənə bunu yarı hissəyə bölürəm. A, Y, Z, D. Bunun sahəsini verib, o işdə xəmik sahə 12 verib. Bura yazıram S. Bura S1 yazıram, bura S2 yazıram. Burada S2 ilə bu S1 yazmışam da, S1 bir-birinə bərabər. Ona görə bunda elə S1 yazaq ikisində. Belə çıxır ki, S bərabərdir 2S1-ə. Və bu da 12-yə bərabərdir. S1-ə hərəsə nə qədər düşür? 6 düşür. Bura 6 düşür. Burada 6 düşəcək. Bizə nəyi soruşur? A, B, C, D-ni tap deyil. Deməli, mən bir dəqiqə burada nəyə səhv yazdım? Bu ümumilikdə S. Yəni bir dəqiqə uşaqlar, bax. Mən deməli S bu 12-yə bərabər deyil. S ilə S1-in cəmi 12-yə bərabərdir. Deməli S üzərinə gəl S1 bərabərdir 12. S də bərabərdir 2S1. 3S1 olacaq. 3S1 və 12. 12-nin üstündə edir 4. Bura 4 düşəcək mən. Bura 4-dür. Bura 4-dür. 4, 4-dürsə, bu da ondan 2 dəfəsə, bu da deyilir 8. Bizə də ABC-ni tap 4, 4, 8 toplayırıq. İndi bax, bu da eyni şeydir. Demək, paralelogramın sayısı 64-dür. Onda 32 bura düşəcək. 32 də bu ikisinin cəminə, yəni 16, 16 düşəcək bura. Bizdən də soruşur, bunun soruşur. Buradakı görür ki, 32-nin 16-nın cəmidir. Bərabər trapesi. Trapesiyanı çəkirik. Bucağı 30-da, oturacaqların uzunluqlarının cəmi 22-dir. Perimetri 30-dursa, 30-dan 22 çıxıram, eləyir nə qədər? Deməli, 8, 4, 4 düşür. Bərabər yanlıq, burada 4-dür, burada 4-dür. Buradan bir dənə hündürlük endirirəm. 30-unun qabağı eləyəcək nə qədər? 2. Mən hündürlüyü tapdım, nə? 2. Sayısını tapanda nə eləyirdi? Oturacaqların cəmini bölürdük 2-yə. Düzdürmü? Vururduq haşı, haşımız da eləyir 2. Keçək növbəti suala. Bu da eyni qaydadandır. Kör bu da 150, bu da 30 verəcək. Yan tərəf uzunluğu 6-dır. Onda bura eləyəcək nə qədər? 30-un qabağı eləyəcək 3. Deyək ki, sayısı 66. 66 bərabərdir. Trapesiyanın bu adı bura B ya da A üstə gələk. B bölünsün 2, vursun. H-da 3 tapdım. 66-dan 3 getdi, 22, 22 də 2 oldu, 44. A üstə gələ B bərabərdir 44. 44 demək, perimetrini tap deyir. Perimetrini buna bu eləyir, deməli 44, yan tərəflərdə 6-dır. 6, 6, bunu ekləyəcəm, 44 topluyor, neçə eləyəcək? Keçək 174-də. 174'te uşaqlar. ABC üçbucağı çəkirəm. ABC üçbucağı A, A1 medianı, B, B1 medianı. Perpendikülərdə uzunluğu 6'nın 9'dadır.
A1 6'nın 9'udursa, deməli bax bura 2x, bura x, 3x 6'ya bərabərdir. X bərabərinə 2. Onda bu 2 isə bu da 4'dür də, 2 dəfə çoxdur. 9 da həmçinin 9'a bərabərində 3, bura 3'dürsə 2 dəfə çoxdur, bura 6 eləyir. Üçbucağın sayısını tapıb, bu da perpendikulyardır deyir bax bura. İndi mən bu mediandır, mediandır. Mediandakı üçbucağın sayısını yarıya bölüm. Mən buranı götürsəm, bu üçbucağın sayısını tapmış olsam əgər, bu hündürlükdür, oturacağı da budur. Bax, bura baxın, buna baxın. Bax, 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 bax. Bu üçbucağı tapmış olsam, görürsünüz bu hündürlükdür də, düzdürmü? Bu hündürlükdür, hansı tərəfi çəkir? 9 olan tərəfi. 4'ü vurum 9'a, böləm 2'yə. 18 edir. Bu tərəf 18'dir, demək bu tərəf 18'dir. Cəm denizə 36. Bu da eynidir də, onu öz yazın. Bu da trapesiyadır. Bunu iki çəkim, obursunu öz yazın. İti bucağı verib 45. Böyük yan tərəfi 6 kökdə 2'dir. Kiçik oturacağı 4'dür. Düz bucağı üst bucaqdır ki, burada çəkim şəkli. Sağ axıra qədər oxumadım. Böyük yan tərəfi yəqin ki buradır. Çox güman ki, içi bucağı 45'dir. Buradan bir hündürlük yatıram. Burada onda 45'dir. 6 kökdə 2 isə demək bu 6'dır, bu da 6. Bura 6 olduğundan belə sayı ki burada 6'dır. Kiçik oturacağı 4'dür. Bura 4'dürsə burada 4'dür. Onda böyük oturacağı görürsünüz ki neçə oldu? 10 oldu da. Bura 10 oldu. İstəyir ki sayəsində sayısı 10 üzərinə gəlsin 4. Bölü 2 vursun 6. %177, yine de 178. Katetlerden biri 4, öbürü katete hipotenüs üzerinde proyeksiyası. Zübzalışdan kateteden biri 4'tür. Dikkat eden bu hipotenüs üzerindeki proyeksiyası. Biz burada bir hündürlük açsak, proyeksiyası 1,6. Bu katetti. Bunun proyeksiyası burada. 1,6'dır. Bax 90 derəcə mənə gətirir. 1,6'dır. Burada yazaq x. Bu hündürlükdə də burada, düzdürmü? Bunda belə bir qayda var ki, yəni 4'ün kvadratı 16 bərabərdir. Deməli x vurulsun. X də gələk 16. 1,6. Buradan həll edib tapasınız ki, neçə edəcək. Hər birinin sayısı 9 pi'dir. Deməli, s bərabərdir pi r kvadratdır. Burada 9 pi yazıram. Bu pi ilə bu pi getir. R kvadratı bərabər 9, r bərabərdir 3. Buradan bura 3'dürsə, və buradan bura 3'dür, buradan burada 3'dür. Buradan bura 3'dürsə, buradan burada 3'dür. Düzdürmü? Bu 3 nə qədərdir? 12. Yəni bax buradan bura 3'dür, buradan burada 3'dür. Deməli bunu da elədiyinə qədər 6. Yəni 3, 3, 6. Sahəsində tapırsınız burada. 181. İştiraklamı hissənin sayısını tapdı. Radiusları 2'ye bərabərdir. Radiusu 2'ye bərabərsə, bax buradan bura 2 isə, buradan burada 2'dir. Deməli bunun sayısı elədir 4. Buradan bura 2, buradan da bura 2. Bura 4'dür, burada 4'dür, elədi 16. Düzbucağın sayısı 4'ü vuram 16'ya elədi. S düzbucağı bərabərdir 64. İndi mən çevirən sayısını tapıram. S bərabərdir pi r kvadratıdır, düzdürmü? R kvadratı yəni r neçədir? 2 verir. Yəni 4 pi verir. Bu da 4 pi, bu da 4 pi. Elədi nə qədər? 8 pi. İndi bizdən nəyə soruşur? Pi'ni də verib bizə 3. 8'i pi'yə vuram. 3'ə vuram. Elə nə qədər? 24. 24 eləyəcək. Bizdən soruşur ki, iştiraklanmış hissənin sayısını tapaq. Bir də baxım cümlədə səhv edirəm. Radiusları 2'ye bərabərən 1. Radius 2'ye isə 4. 4 isə 12. 4. Bu 12. Bu da 12. Bu elədi 24. 2, 2, 4. Bu 8'dir. 4, 8 oldu. Bu elə 32.
32-dən də 32 düzbüzağın sayəsindən çevirən sayısını çıxmalıyam ki, çevirən sayısını isə 24. Bu iştirak işlərini tapaq. Sayıları fərqi, bilirsən, burada həll edəcəyik. 2 dairənin radiusunun cəmi 2 ilə çevrədir. Bura S1 yazaq, bura S2 yazaq. S1 çıxılsın S2 bərabərdir 16 pi. Yəni pi r kvadratı çıxılsın, bunda balaca yazaq. Bərabərdir 16 pi. Hər tərəfi pi'yə bölsən r kvadratı çıxılsın. Bərabərdir 16. Radiusun cəmi də 8-də. 2 dairənin radiusun cəmi r üzərinə gəlsin böyük r, bu da verir 8. Mən bunu necə yazabilirim? R çıxılsın kiçik r, r üstə gəlsin böyük r, bərabərdir 16. R üstə r nə verir? Bax, bunu pozam 8 yazam. Onda r çıxılsın kiçik r bərabərdir 16, 8 bölünsə 2. R üzərinə gəlsin. Bax, bunu da gətirəm bura. Bax, bunu. Sistem tərinlik alalım. 2r bərabərdir 10, böyük r bərabərdir 10-dan 2, 5. Bu 5-dirsə, bu 5-sə, bu demək kiçik r-im də eləcək nə qədər? 3. Məndən nə soruyor ki, bu çevirən radiusunu tap, radiusunu da tapdıq. Bura baxaq. A, M, B. Bu üç bunun sayısını verib 60. Bura verib 12. C-mi verib 16. Bunun sayısını 60 verib. Bunun sayısını x yazaq. 60-ın 12-yə nisbəti bərabərdir x-in 16-yə nisbəti. Bu da x bərabərdir 80 edir. Bu 60, bu da 80. Ümumilikdə sahənin istəyinə neçə ilə topluyor, tapırıq. Bu da eynidir, ona görə yazmıram. Bura baxarıq. Çevrə daxildən toxunur. O 1, 1'dir. Buradan bura 1'dir. Bu balaca çevirən radiusu 1'dir. Bax, bu balaca çevirən radiusu 1'dir. Buradan burada 1 olur. Demək, böyük çevirən radiusu da 2'dir. R bərabər 2, balaca çevirən radiusu da 1'dir. İştiraklı hissənin sayısını tap. Böyük çevirən sayısını tapında S bərabər pi r kvadratı. R kvadratı yəni 4 pi. Balacanın sayısı pi r kvadratı. R'in yəni 1 kvadratı pi edir. İştiraklı hissəni necə tapacaq? Çevirən radiusundan bunu çıxacaq. İştiraklı hissəni tapacaq. Bu da eynidir. İndi bax 180 çətin deyil uşaqlar. Görürsünüz, yəni yazdıqca görürsünüz çətinlik yoxdur. 187-yə bax. Bunun sayısı 49 tərəfi 7-dir. Bunun tərəfi 36 demək tərəfi 6-dır. Onlarsa, aha, bura 6-dır, bura 7-dir. Bu üçüdən sayısını tapdıq. Bax, bunun sayısını da tapırıq. Katetin hasilinin yarısını tapırıq. Arxınızı səhvən də izah edirəm. Qutarıq. Sayısı 48, eni uzunluğunu, bu da asandır. Qulaq asaq bir dənə. 1x-dir, biri 0,75x-dir. Bərabərdir 48. Buradan tapırsınız ki, neçə ilə. 0,75'i belə götürür. X kvadratı 4'də 3 bərabərdir 48. 48'i 3'ə bölüm 16. 16'ın 4'ə vuram 64. Demək x kvadratı 64 isə x eləyir 8. Biri 8'dir. Digəri də 6'dır da. Perimetrin tapanı toplayıb 2'yə vururuq. Keçirik 190-cı suala. Bir sualdan da bir dənə deyil. Təsadüfi suallar ki 2-2 gedir. Suallar bir-birdir. 190'a baxırıq. Trapesiya verib, bir dənə baxaq. Oturacaqlarının biri hündürlüyündən 3 cm böyükdür, digər 9 cm kiçikdir. Hündürlükdə. 9 cm kiçikdirsə, çox güman, bura x yazaq. Bu böyükdə yəqin ki, buradan bura, isə baba bura x üstə gələk 3 olacaq, digər 9 kiçikdir, bura x minus 9 olacaq. Trapesiyanın hündürlüyünü tap. İndi sahəsi 108. Sahə necə tapılır? 108 bərabərdir. Oturacaqların cəmi x-ə cəmi 2x minus 6 bölünsün 2 vurulsun x hündürlük. Görək bir inşallah ki səhvlik olmaz.
İxtisar aparsaq, buradan 2 mötədə gəlməsinə x-imiz 3 qalır. 2 ilə 2 getdi. Vuru vurbasa x kvadratı minus 3x çıx 108 yazaq. Bərabər 0. Deməli, burada baxaq. Vuranda 108. Bu neçə eləyə bilər? Hansı ədədləri vuranda 18 vurulsun 6. Bu deyil. 108 bir-birinə yaxın ədədlər olsun. Fərqi də 3 eləsin. 4 3 12 12 gələndə bura 9 9 12 olanda 70 3 kvadrat 9 9 36 112 edir. Hə. 12 ilə 108-i 12-yə böləndə nə qədər eləyir? Bir dəqiqə. Kalkülatordan bölüm. Beynim işte bölüm. 9. Hə, 12 ilə 9-dur uşaqlar. 12 ilə 9-dur. Bunun qabağı mənfi olduğunu bu mənfi, bu da müsbət olacaq ki, müsbət 9-dur, mənfi 12, mənfi 108. Demək, bunlarda bir mənfi 9-dur, biri müsbət 12-dir. Mənfiyə baxmırıq, müsbət 12-yə baxırıq. Bizdən də nə soruşur? Hündürlüyün soruşur, hündürlüyü 12-yə bərabərdir. İmtahan bax, bunlar hamısı həllə tələb olunan suallara düşən suallardır. Ona görə bunları otursa bir yazı öyrənsək. Yəni bu suallardan biri imtahan sualıdır. Düzbucağı üzrə kat edən bir B hipotenuza çəkilmiş median. Median 6.5-dir, demək bu 13-dür. Kat edən biri 5-dir, bu deməli 12-dir. 5 bölü 12 bölünsün 2-dir, bu da eynidir. Baxaq buna. Diaqonalın uzunluğu cəmi 42-dir. Bu nənzi romdan danışır. Tərəfi də 15-dir. Biz bir ki D1 kvadratdan D2 kvadratının nəyə bərabər? 4A kvadratdan bərabərdir. Sahəni da tap. Bir dəqiqə biz necə yaza bilərik? Bu nədir? 42-dir. S də bərabərdir. D1, D2 bölünsün 2. Bax, bunu biz yaza bilərik ki, D1 üzərində D2 bağla kvadrat çıx 2, D1, D2 bərabər 4A kvadratıdır. Düzüm, bu D1 üzərində D2-yə nə yazdım? 42-nin kvadratı çıxılsın 2 D1 D1, D2 nəyə bərabərdir? 2S-ə bərabərdir. Burada D1, D2 bərabər 2S-ə. Burada D1, D2 2S yazsam, 2S 2 bu nə qədər? 4S bərabər 4A-nın kvadratı. 4A-nı isə verir burada bir dənə baxım. 15'dir. Vursun 15'in kvadratına. Yəni bu şəkildə də daha özünüz yazırsınız. Yazırsınız. Başqa yolumuz yoxdur. Deyəcəkdim 4'ə vuraq. 42'nin kvadratından bu kvadratı çıxırsınız. Bölüsünüz 4'ə sahəni S tapmış olursunuz. Bura baxaq 195. AM-i verib AM. AM haradır? Hə, bura. Mediandır 5'dir. C eni də verib. Bu da mediandır. Görsün bərabər yerə bölüdür. Ondan birdən 5'dir. 3x 6'ya bərabərdirsə, demək bura 2 düşür, bura 4 düşür. ABC üçbucağın sayısını soruşur. Bunu da verib, o 5 verib. Bax, bir də mən bunu tapım, sayısını, bu üçbucağın sayısını tapım. Bax, bu üçbucağın sayısını nə qədər eləyəcək? Bizdən də A, B, C bütöv soruşur. Bu 5'dir. 5 vur 4 bölünsün 2, 10. Bunun sayısı elədir 10. Onu belə sıxıyıb, bunun da sayısı 10'dur. İkisi də eləyəcək 20. Medianın kəsikmə nöqtəsi tərəfindən 4 cm dəqiqə bərabər tərəfdə üçbucaq çəkək. Medianların kəsikmə nöqtəsi tərəfindən 4 cm məsafədə. Tərəfindən 4 cm məsafədə olan üçbucaq sayısını tap. Bu necə işləyə bilərik? Burası birləşdirə bilməyəcəm. Bir dəqiqə. Baxın, uşaqlar. Bir sual sadə sualdır, yəni çətin sualdır. Bir dənə üçbucaq çəkək. Bir də medianları kəsikdirək. 1 median, 2 median. Bunu da elə çəkim ki, mərkəzdən keçsin. Mən rəssamlıq qabiliyyətim yoxdur da.
Kəskinmə nöqtəsi tərəfindən 4 sm məsafədədir. Yəni bura olacaq 4. Bura 4-sə bura olur 8. Hündürlüyüm oldu nə? 12. Bu Mərvə tərəfi üst bucaqsa bu A-da, bu A-dır. Bura olacaq nə? 2A. Fiqur teoremini bura tətbiq edirik. Bax, bura tətbiq edirik. Bu 2A-dır. Bu 2A-dırsa 30-60-dır deməli. Bu deməli 30'dur. Bunu görə düzgün yazırıq mı? 30'dur. Betonumun yarısıdır. Aha. Onda belə çıxır ki, fikrim yayındı bir dəqiqə. Bunu yəni 30'dur, bura 90 dərəcə, bura 60 dərəcənin qabağı da. Buranın indi yəni 60 dərəcəmin qabağı bu A-nın kök altında 3 misli bərabər nəyə? 12'yə. A da bərabər nəyə? 12 bölünsün kök altında 3. Deməli bax bura tapdım nə? 12 bölünsün kök altında 3. Bunu da 2'yə vuranda 24 bölünsün kök altında 3. Sahəsini tap deyir. S bərabərdir. Hər yolla gedə bilər. S bərabər A kvadrat kök altında 3 bölünsün 4 də yaza bilərik. Bu yolla da gedə bilər. A-nı isə tapmışam. A-nı da tərəfini tapdım 24. Yaxud da AH bölünsün 2. Bax, müxtəlif yolla gedə bilər. Yəni, yaxud da S bərabər AH bölünsün 2. A nə qədərdir? 12 kökdə 3. 12 yəni 24 kökdə 3. Yox, 24 bölünsün kök altında 3. Vur 2. Vursun H-ım da nə qədərdir? H da nə qədər? 12 tapdıq. 12 ilə 2 xısar gedir. Burada qalır 6. Bunu da 24 vur 6 bölünsün kök altında 3'dür. Hər tərəfini kök altında 3'ə vururuq. Kök altında 3'ə vuranda bu eləyəcək 3. 24'ü 3'ə bölməli nə qədər? 8. Bu da eləyir 48 kökdə 3. İndi bura baxaq. Buranın sayısını verib 10. İndi baxaq bizə nə verməyib. Deməli bura baxaq. Orta nöqtədir. BC-ni C 90 dərəcədir. Bir daha dəqiq baxaq. BC-ni verib 8. Orta nöqtə bura 4 düşəcək. Bura 4 düşəcək. Buranın sahəsi 10'dur da. Yəni 4 AC-dir. Orta nöqtədə AC-nin uzunluğu tapdır. AC-miz buranı soruşur bizə. Bax, buradan bura olan məsafəni tapdı X. Deməli, necə gedirik? Deməli, bu tərəfə paralel olduğundan, bura görsən, bura 4 isə bura nədir? 4'dür. Belə çıxır ki, bu da düzbucaqlı üstümüzdə. Bura 90 dərəcə, bu da 90 dərəcə. Bura X-dir. 4'ün X-ə hasili bölünsün 2 bərabər 10'dur. Bu da eləcək 5. Bura 5'dirsə, bu orta xətt olduğundan burada olacaq nə? 10 olacaq. Həqiqətən maraqlı suallardır. Düşündürücü suallardır. İndi bura baxırıq. AZ-ni 8 verib, BM-i 5 verib. Sonra bizə nə verib? Deməli, BMN-in buran verib 16 sahəsi. Bizə nəyi soruşur? Bronzunluğu soruşur bizdən. Deməli, mən buradan bura bir hündürlük mütləq atmalıyam. Bunun sahəsini verib 16, burada x yazaq. 8 vursun x bölünsün 2 bərabər nəyə? 16. Burada x bərabərdir 4. Buranı tapdım 4. Buranı 4 tapdım. Uşaqlar, baxırıq ki, bura 90 dərəcə bucaqdır. Bura alfadırsa, bura alfadır. Bura betası, bura betadır. Yəni mən burada üst bucaq oxşarlığını aldım. Mən burada görürəm ki, alfanın qabağında nə durur? Buradakı alfanın qabağında 8 durur. Buradakı alfanın qabağında nə durur? Bax, görsən 4 durur. Bərabərdir. 90 dərəcə bucağın qarşısında burada elə rəqəmlər götürüb verilmiş bucağın qarşısında rəqəm dursa. AB-nin qabağında heç nə durmur. X yazıram. Burada 90 dərəcə bucağın qabağında 5 durur.
Buradan da x'i tapıram ki 10 elə. Bura x'i tapıram 10. Bura 10'dur. Burada 5'dir. Beləcə 15. Bu da həmçinin eynidir. İndi baxıram 200-cü suala. Yəni asan suallar deyil. Bir də nə verib? AD-ni verib 2, DB-ni verib 8, S, ABC-ni üstündən sayısını tapdır. Birinci burada mən hündürlüyü tapıram. H kvadratı bərabərdir MN. Yəni burada H-i tapıram. H kvadratı bərabər MN. H bərabərdir 8, 12, 16. Oradan da çıxır 4. Bu elə də 4. Sonra burada biz baxın hansı üsulla gedə bilərik? Yəni asıl üsulda. Deməli oturacaq və onun hündürlüyü verilib. 4'ü vuram 10'a, böləm 2'yə və salımda. Burada başqa işlə yoxdur. BC-ni verib 10. Oradan salımız qalıb tutar. BC-ni verib 10. Sonra bir də bacaqların özü yazıb burada. B-dir. AC perpendikülər. Burada 90 dərəcə. Burada 90 dərəcə olduğundan məlum məsələ. Burada 90, bura 30'dur. Burada 90, bura 60'dır. Bu həm də tən böləndir. Bu demək bərabər yanında. Burada 10 yazırıq. Gözü həm tən böləndir, həm nədir, hündürlükdür. Məlum məsələ bərabər. ABC üstbudağının sayısını tapaq. Demişdim ki 120, 30, 30. Bu da 120. Müxtəlif variantlarını tapmaq olur. Gəl baxaq. 30'un qabağı olacaq nə? 5. Hündürlük tapdım 5. 30'aq tapaq. 60'ın qabağı 30'un qabağının 2 kökdə kök altın 3 misi. 5 kökdə 3 burası da. Bu da 5 kökdə 3 də bura olacaq. Bu da yerdə 10 kökdə 3. Necə tapırdı? 10 kökdə 3 vurulsun 5 bölünsün 2. Bu yolla tapacağıq. Keçirik bura 202'yə. Fərqli suallar da hamısı. Bura baxaq. BY bir dəqiqə. BY hana? BY tənbölən. BY tənbölənsə bura alfa yazıram. Verilən mütləq yazılmalıdır. DB-ni verib 5. AD-ni verib 8. Bura verib. Buna 15 verib. Paralellik əlaməti ona bilmək. D-yə paraleldir. Deməli BC-yə. Mənə bu lazım idi. Paralel əlaməti nədir? Müstəqdir. Çünki mən oxşarlıq burada istifadə. Bura 2 alfa isə burada 2 alfa olacaq. Bura alfadır. Bura 15 dərəcədir. Deməli alfa üzərinə 15 dərəcə 2 alfadır. Deməli bunun cəmi buranı verib də. Bu daha doğrusu alfa üzərinə 15 bərabərdir 2 alfadır. Buradan da biz alırıq ki, alfa bərabər nəyə? 15 dərəcə. Belə çıxır ki, mənim alfam 15'dir. Onda burada 15'dir. Deməli bu da 30'dur. 15, 15, bura elədi 30. Və bura 30'sa, burada 30'dur. Mən bunu tapdım. Deməli bunun bu bərabər, yəni bura olacaq 5. Mənə nə soruşur? A, D, Y-ni baxaq. Bir dənə mənə nə soruşur? A, D, hə, buranın sayısını soruşur. Bu üstü sayısını soruşur. Buranı tapdım 5. Buranı tapdım 8. Sonra mənə nə lazımdır? Burada tapmaq. İki tərəf deməli S bərabərdir. AB bölünsün 2 sinüs alfa. Sinüs alfa. Yəni bu hələ tələb olunan suallar düşəcək. Deməli 8 vursun 5 bölünsün 2. Bu 30'dan sinüs 30'da da verir mənə 2'də 1. Bu da eləyəcək. Nədir? 10 eləyir də 10 eləməlidir. 10. Aydın oldu məsələ. Baxaq bura. 203. Bu gözümə mənim 2 dənə sual demişdim. İmtahana düşmüş sualdır. Tətbiq edib yazıblar bura. Bax bu 9'dan imtahana düşüb bu sual. İndi baxaq bizə nə deyir. BC qövsünün uzunluğu. Bir dəftər hara qoydum. O yerləşmir deyil. 3'dən salınıq var. Ona görə vərəqə yazıram. Bunu izah edib tutarıram. Yekunlaşaram. BC qövsünün uzunluğu 2 pi-dir. Qövsün uzunluğu necə tapırdıq? L bərabərdir. Pi, L, alfa bölünsün 180 dərəcə. A 10'u verib, bu heç 7 verib. Bu yarım çevrədir. Bu 2 pi'dir. Bu 2 pi'dirsə, uşaqlar, uzunluğu 2 pi'dir.
Yəni qövsüm 180 dərəcədir. Bizə verib ki, AB sonra nə verib? AB AC-yə bərabər. Çünki bu toxunandır. Bu buna bərabərdir. Bu buna bərabərsə bu yarım çevrədə bu bir dəqiqə AO getsin. Bu deməli 90 dərəcə buzaq altına kəsib bura. Bunu da nəzərə aldıq. Sonra da ki bizə fiqurun sayısını tap. Deməli birdən belə baxaq. Deməli BC qövsün bu fiqur yarım çevrədir. BC qövsünün uzunluğu bizə 2 pi verirsə çevrəmin uzunluğu olacaq 4 pi. Yəni 4 pi yazaq. Yarım qövsün uzunluğu 2 pi. Sonra bizə burada nə verib? Deməli mən L bərabər 2 pi R deyil. Düzdürmü? Bunu bərabər edəcəm nəyə? 4 piyə. Çevrənin uzunluğuna. Burada pilər gedir. R bərabərdir 2. Bura oldu 2. Bura oldu 2. Mən birinci çevrənin sayısını tapıram onda. S bərabər nəyə? Pi R kvadratı. R yəni 2 olanda bu elə 4 pi. Çevrəmin sayısı elə nə qədər? 4 pi. Sonra keçirəm deməli amma bizə 4 pi ilədir. Amma mən yarım bura lazımdır. Mən bunu 2-yə böləcəm. 2 pi. Yarım çevrə. Çünki bax bunun fiqurun sayısını bir bunun sayısını bizə bunun sayısını. İndi üç bucağın sayısını tapıram. Üç bucağın sayısını necə tapacağım? Bax bu üç bucağın sahəsidir. Deməli 2-də 1 o nedir? 4 vurulsun 7 bölünsün 2. 14. Deməli üç bucağın sayısı elə nə qədər? 14. Fiqurun sayısını tapdığında 14-ün üzərinə gələcəm 2 pi gələcəm. Çətin deyil, belə düşünürsə də imtahan sualı düşər. Bax bu 29-dan imtahana düşmüş sualdır. Mərkəzləri perimetri 24 olan kvadratın qulaq asaq, kvadratın perimetri 24-sə 24 4-ə böləm, kvadratın tərəfi eləcə nə qədər 6. 6 isə bura 3-dür, bura 3-dür. Bura 3-dür, 3-dür. Özəl radiusları 3-dür. 4 bərabər çevrə elə çəkilmişdir. Mərkəzləri qonşu təpələri olan çevrə bir-birinə toxunur. İşıqlanmış hissənin sayısını tapaq. Birinci mən nəyi tapıram? Birinci mən burada görürəm ki, kvadratın sayısını tapmalıyam. Kvadratın sayısı nədir? 6-dır da. 6'nı vururam. 6'ya 36. Kvadratın sayısı elədir 6 36. Sonra baxıram nəyi tapıram. Nədir? Çevrəmin sayısını tapıram. Çevrəmin sayısı S bərabərdir pi R kvadratı. R kvadrat yəni 9 pi'dir də, düzdürmü? İndi mənə baxaq. Bu görsən 4-dən 1'dir də. 4-dən 1'dir. Bu 4-dən 1, bu 4-dən 1, 1, 2, 3, 4. Ona görə buna özü 1, məsələn 4-də 9, 4-də 1 olmalıydı bu. 4-dən 1 hissə. Amma bir-birinə bərabər olduğuna 1, 2, 3, 4 çövləşib də təkrar. Ona 9 pi yazar. İşləmiş hissənin sayısını tapanda 36-dan çıxacam nəyə? 9 pi-ni. İndi bura baxaq. Bunlar hamısı imtahan suallarıdır uşaqlar. Formada olan çərçivənin ABC düzbucaqlı perimetri 56-dır. Perimetri 56-dır. Çərçivənin hər tərəfindən 2 sm saxlama şəkil üçün ayrılan hissənin sayısı. Yəqin ki, buranı deyir. Çərçivənin hər tərəfindən 2 saxlamalı şəkil ayrılan, buranı verib 84. ABCD çərçivənin sayısını tap. Böyük çərçivənin sayısı, bura 84'dür. Elə bir ki, uşaqlar, buranın sayısı, deməli, bura A-dır, bura B göstərdi. A üstə gəl B, bu 56-dırsa, A üstə gəl B olacaq 28. 28 olur. Deməli, baxın uşaqlar, deyir, bax, hər tərəfdən 2 sm. 2 sm buradan azaldım, 2 sm buradan azaldım, düzdürmü? Yəni A'dan, bax, görürsən ki, 2 buradan, A deyil uzunluğu, 2 buradan azalıb, 2 buradan azalıb, bu olub nə qədər? A-4. B'dən 2 buradan azalıb, 2 buradan azalıb. Demək, B'də nə qədər olub? B-4. Deməli, balaca çərçivənin şəklin A-4-ün B-4-ə bərabər hansı? 84. Mən də böyük fiqurun sayısını istəyir, AB-nin sayısını tapdım. Bura basaq AB
çıx 4b, 4a, 4b, çıx 4b, çıx 4, 4 üstəgəl 16 bərabər 84. AB çıxısın, demək 4-ün ötədə kənarını saxlayıb A üstəgəl B yazsaq, üstəgəl 16 bərabər 84. A üstəgəl B-ni isə tapdıq. A üstəgəl B-ni B yerine yazdım. Burası 28. Yəni AB minus 4 vursa 28, üstəgəl 16 bərabər 84. Buradan hesablayıb AB-ni tapırsın nə qədərdir? Buna bax, bərabər tərəf üstüdən medianın kəskinmə nöqtəsi onun tərəfinə qədər olan məsafəni tapır. Bu sadə sualdır. Medianın kəskinmə nöqtəsindən və buradan buraya qədər olan məsafəni tap deyir. Onda bura A-dırsa, X-dırsa, bura 2X yazaq. Bizim düsturumuz vardı. S bərabərdir. Birinci tərəfini tapaq. A kvadrat kökəlinin 3 bölünsün 4. S-in yerinə nə qoyuram? 12 kökdə 3 bərabərdir. A kvadratı kökəlinin 3 bölünsün 4. Kökəlində 3 sayı getdi. 12-ni 4-ə vuranda A kvadratı bərabərdir 48. A da bərabərdir 16 kökdə 3. Deməli, bu 16 kökdə 3-dür. A. Onda burada 8 kökdə 3. Bu da eləyəcək nə qədər? 16 kökdə 3. İndi bura baxın. Deməli, bu 30 dərəcə buzağın qarşısıdır ki, 31 bura 60-dır. 60 dərəcə tərəfdə duran bu nəyə bərabər? 8 kökdə 3-ün 3 müslinə. 24. Bura elədi 24. Bura 24 isə 3x-im 24-dür. X 24-dür, səbər nə qədər eləyir? Benim yandı. 8 eləyir. Bura 8. Bura 16. Nəysə səhv hesabladım. Bir dənə gördüyüm, bir də yazım. Bir nəsə hesablama səhv elədim. Dəqiqə. Dəqiqə. Üstü dağdır, burada yazım. Orada. Güzel gördüm. Bərabər tərəf median kəsikmə nöqtəsindən bu buradan bura qədər olan məsafəni tapdı. Bura 2x-dir, bura x-dir. Bura A-dır. Bura 2A-dır. Baxanda görürük. Bura 30 dərəcəli bucaqdır ki, 30 dərəcə bucaq qarşısında KT, bu da 60 dərəcədir. İndi bir daha söz deyim sizə. Onda mən buranı 60 bərabərdir. Bax, 3x-in bərabərdir. 60-ın qalanı A kökdə 3-ə bərabərdir. İndi Pifaqor qaydasına görə bunun kvadratı A kökdə 3-ün kvadratı üzərinə gəlsə A kvadratı bərabər 4A-nın kvadratına. Yox, mən bunu yazmağıma ehtiyac yoxdur. S bərabərdir 12 kökdə 3 deyil. Sayısını tapaq da. Bu A-dırsa, burada A-dır da. 12 kökdə 3 bərabərdir. Tərəfi nə qədər? 2A. Hündürlüyü nə qədərdir? Hündürlüyü x bərabərdir. Hündürlüyü də 3x-dir da. Yəni 3x, yəni A kökdə 3. A kökdə 3 bölünsün 2. Kök altına 3'lər getdi. 2'lər də getdi. A kvadratı bərabərdir 12. A da bərabərdir 2 kökdə 3. A bərabərdir 2 kökdə 3 elədi. Gətirəm burada qoyuram. 3x bərabərdir. Və burada. 2 kökdə 3 vursun kök altına 3. 3x bərabərdir. 3 vursun 2 6. X də bərabərdir 2. Və buradan bura 2'dir. Buradan bura 2 4'dür. Ümumi 6'dır. Bura 2. Ümumi soysa 6 götürsəm. Buradan bura 2'dir. Uzun məsələlərdir. Sanki 11-ci sinif həll edirəm. Amma ki, öyrənməlikdə başqa yolumuz yoxdur.